Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bir vacib xəbəri diqqətinizə çatdıracağım. Sizlərdən bir ricam var. Burada bir üstəgəl işarəsi var. Ora vurmaqla bizə abunə olun, takip edin və ən son xəbərlərdən xəbərdar olun. Demək dəyərli izləyicilər, müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən müddət bugün başa çatır. İqtisadçı alim Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasının başa çatdığını güman etmək olar. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir. Hansı müavinət və təqaüdlərdə artımların olacağına gəldikdə, bu müvafiq sənədin imzalanmasından sonra bəlli olacaq. Deməli, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə artım olacaq. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsinə və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq.